Flora xanımın 84 yaşı var. Daha efirlərə çıxmır. O zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi Bağdadır. Hər gün təmiz havada gəzir, istirahət edir. İnternetdən xəbərləri oxuyur. Gündəlik qrafiki təxminən belədir. Darıxmır. Evə bağlı adamdır. Doğru Xəbər Azərbaycan bildirir ki, bunun Müsavat.com açıqlamasında xalq artisti Flora Kərimovanın köməkçisi deyib. Daha yeni mahnılar da yazdırmır, istəmir. O elə mahnılar oxuyub ki, bir ömür unudulmaz. İndi studiyaya gedib səs yazdırmaq üçün səhhəti imkan vermir. Yaş öz sözünü deyir. Flora xanım səhnədə öz möhürünü vurub. İndi Flora xanıma istirahət lazımdır. Bu yaxınlarda qızı və nəvəsi gələcək. Nəvələri üçün çox darıxır deyə o bildirib. Köməkçisi xalq artistinə sənət yoldaşları baş çəkirmi sualına belə cavab verib. Bir neçə dəfə Nadir Qafarzadə zəng edib. Rövşən Civişov gəlib maraqlanır. Müğənni Züleyxa Mir İsmailovanın bağı yaxınlıqdadır. O tez-tez gəlib baş çəkir. O Flora Kərimovanın plastik cərrah Sevinç Heydərova ilə məhkəmə çəkişməsindən də danışıb. Sevinç Heydərova işdən azad olundu və sertifikatı əlindən alındı. Flora xanıma da elə bu lazım idi deyə köməkçisi qeyd edib.